14 yaşlı oğlan ürəyin vəziyyəti necədir bunu bilmək üçün mobil tətbiq kəşf edib. Bundan əlavə artıq tərləmək tarixə qovuşub, çünki Çinli alimlər daha bir cihaz icad edib. Bu və digər maraqlı xəbərlərimizi izləmək üçün isə diqqətiniz bizdə olsun. Sona qədər baxın, bəyənməyi və eyni zamanda sosial şəbəkələrdə şərh yazmağı unutmayın, çünki geri dönüşləriniz bizim üçün çox vacibdir. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Uşaqlara peyvənd vurulmalıdırmı? Bir çox dövlətlər yox deyir, digərləri isə ciddi cəhdlə buna milyonlar xərcləyir. Detalları süjetdə biləcəksiniz. Milyonlarla uşağın həyatı təhlükədədir. Avropa İttifaqı və bir sıra Avropa ölkələri Qlobal Peyvənd Alyansı olan Gaviyə əhəmiyyətli töhfələr versə də, Amerika Birləşmiş Ştatları donorlar siyahısından çəkilir. Brüsseldə keçirilən tədbirdə Gavi Vaksin Alyansı növbəti 5-lik proqramını maliyyələşdirmək üçün beynəlxalq donorları bir araya gətirdi. Gavi indiyədək 7,7 milyard avrodan çox vəsait toplayıb. Bu hələ də ümumi hədəfdən azdır. Baxmayaraq ki, növbəti həftələrdə məbləğ artacağı gözlənilir. Milyonlarla uşağın həyatı təhlükə altındadır deyə Gavi sədri Jose Barroso mətbuatda verdiyi müsahibədə bildirib. Milyonlarla uşağın həyatı təhlükə altındadır deyə Gavi sədri Manuel Barroso mətbuata verdiyi müsahibədə bildirib. Peyvənd tərəfdarları iddia edir ki, vaksinlərə sərmayə qoymaq dövlətin gələcəkdə sağlamlıq xərclərini azaldır və iqtisadi artıma səbəb olur. İspaniyanın baş naziri Pedro Sánchez ölkənin əvvəlki öhdəliyindən 30% çox olan 130 milyon avro, Avropa Komissiyası isə 360 milyon avro vəd edib. Avropa Birliyi qurumları və üzv dövlətlər 2 milyard avrodan çox vəsait ödəyəcək. Böyük Britaniya 1,25 milyard funt sterlinqlə vaksin alyansında ən böyük donor olub. Telefonunuza bu mobil tətbiqi yükləyin və daim ürəyinizin hansı vəziyyətdə olduğundan xəbəriniz olsun. Məsələ burasındadır ki, 14 yaşlı Hind əsilli bir gənc mobil tətbiq kəşf edib və bunun nəticəsində kardioqrammaya ehtiyac belə yoxdur. Hətta ondan daha yaxşı ürəyinizin hansı vəziyyətdə olduğunu, hansı xəstəliklərin ola bilmə ehtimalı var suallarının cavabını verir. Çox maraqlı xəbərdir. Tibb dünyasında yenə texnologiya inkişaf edir. Baxaq. 14 yaşlı gənc ürək xəstəliklərini aşkar edən tətbiq icad edib. 14 yaşlı gənc ürək xəstəliklərini 7 saniyədə 96% dəqiqliklə müəyyən edən Circadian AI mobil tətbiqini icad edib. Amerika Birləşmiş Ştatının Dallas şəhərində olan 14 yaşlı Hind əsilli yeniyetmə tibbdə inqilabi yenilik edib. Onun yaratdığı mobil tətbiq ürək xəstəliklərini ancaq smartfonun mikrofonu vasitəsilə 7 saniyədə 96% dəqiqliklə aşkar edir. Tətbiq Amerika Birləşmiş Ştatında 15 mindən çox, Hindistanda isə 700 pasiyent üzərində sınaqdan keçirilib. Tətbiqin iş prinsipi olduqca sadədir. İstifadəçi sadəcə smartfonu ürəyin üstünə yaxınlaşdırır və cihaz mikrofonla ürək döyüntülərini dinləyir. Ardınca süni intellekt əsaslı neyron şəbəkələr bu səs siqnallarını analiz edərək ürəkdə hər hansı bir xəstəliyin olub-olmadığını müəyyənləşdirir. Maraqlıdır ki, bu texnologiya hətta elektrokardioqrammadan da daha dəqiq nəticə verir. Qeyd edək ki, gənc ixtiraçı bununla kifayətlənmir. O həmçinin ağciyərlərin vəziyyətini analiz edən yeni tətbiq üzərində də işləyir. Bu tətbiq ağciyər xəstəliklərini analiz edərək tənəffüs yollarında da hər hansı bir problemin olub-olmadığını müəyyən edə biləcək. Saf televiziyasının plastik qablarla mübarizəsi davam eləyir. Təbii ki, Səhiyyə kanalı olduğumuz üçün bu məsələyə daim diqqət çəkməyə çalışırıq. Siz bəlkə də bu məsələyə o qədər də fikir vermirsiniz, necə ki, bəzi dövlət rəsmiləri. Amma alimlər yenə araşdırma ediblər və sübut ediblər ki, plastik qabda qızdırılan yeməklərin tərkibinə nano hissəciklər daxil olur və onların da qaraciyəri, böyrəyi necə zədələdiyini artıq bilirsiniz, çünki bu qədər kifayət qədər bu barədə danışmışıq. Science of Food jurnalında dərc olunan son məqalədə qablaşdırma avadanlığı kimi plastikdən hazırlanmış qutuların qida ilə təması zamanı mikro hissəciklərin məhsula keçməsi ilə bağlı sübutlar təqdim edilib. Bu araşdırma təsdiq edir ki, xüsusən qidaların mikrodalğalı sobalarda qızdırılması kimi tipik istifadə şərtlərində plastik nano və mezo hissəciklər ərzağa təmas edir. Müəlliflər tənzimləyici nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu vurğulasalar da, rəsmi dövlət qurumlarının etinasızlığı ilə
ilə üzləşdiklərindən şikayət edir. Plastik qablaşdırmaların qida saxlanılması üçün istifadəsi zamanı yaranan risklərin daha qlobal səviyyədə qarşısının alınması üçün beynəlxalq protokollara ehtiyac var deyə məqalədə müəllifləri bildirir. Əvvəllər gözümüz açıq olanda taxdığımız bu linzalar göz təzyiqimizin nə halda olduğu barədə bizə məlumat verirdilər. Amma gözümüz yumanda linzalar işləməyi dayandırırdı. Alimlər bir addım da önə getdilər və artıq həmin bu linzalar yuxu zamanı da göz təzyiqimizi ölçəcək və gözümüzdəki sağlamlıqdan tamamilə cavabdeh olacaq. Yəni, texnologiya elə bir həddə gəlib çatıb ki, artıq ayrı-ayrı orqanlarımızı nəzarətdə saxlayan cihazlar, çiplər yavaş-yavaş icad olunmağa başlayır. Kontakt linzalar yuxu zamanı göz təzyiqini ölçəcək. Çin Elektron Elm və Texnologiya Universitetinin alimləri yuxu zamanı belə göz sağlamlığına nəzarət edə bilən kontakt linzalar hazırlayıb. Yalnız gözlər açıq olduqda işləyən mövcud modellərdən fərqli olaraq yeni sistem REM yuxusu zamanı göz içi təzyiqini və göz hərəkətlərini izləyir. Linzalar 5 təbəqədən ibarətdir. 2 qat silikon, göz təzyiqini ölçmək üçün mis rullu 2 qat və göz hərəkətlərinin qeydinə cavabdeh olan mərkəzi neodim və PDMS təbəqəsi. Sensorlardan gələn siqnallar xarici cihaz vasitəsilə oxunur və smartfon və ya planşetdə göstərilir. Ehtimal olunur ki, oxu avadanlığı eynə çərçivəsinə quraşdırıla bilər. Könüllər və heyvanlar üzərində aparılan sınaqlar cihazın yüksək dəqiqliyini və təhlükəsizliyini göstərib. Bir həftəlik istifadə zamanı buynuz qişanın iltihabı və zədələnməsi qeydə alınmayıb. Yeni texnologiya qlaukomaya sutka ərzində nəzarət etməyə imkan verir. Bugün nədənsə texnologiya xəbərlərimiz çoxdur. Deyirəm, bəlkə hər cümə günü sizə məhz tipdəki texnoloji xəbərlərdən danışaq. Nə deyirsiniz? Əgər razısınızsa, sosial şəbəkələrdə bizi izləyirsinizsə, mütləq şərhlərdə cavablarınızı yazın. İndi də Çinlər nə kəşf ediblər? Tərləmə zamanı pis qoxu gəlməyəcək və qoltuq altına artıq dezodorantları vurmaq ehtiyacı da qalmayacaq. Bu necə olacaq? Tərin qoxusunu necə məhv eləməyi bacarıblar? Bunu bilmək üçün isə Kəmal Osmanovanı dinləyək. Tər qoxusunu yox edən cihaz icad edilib. Tərləmə qoxusunu dezodorantsız aradan qaldıran cihaz icad edilib. Cənubi Koreyanın Hanyang Universitetinin tədqiqatçıları tər qoxusunu dezodorantsız aradan qaldırmaq üçün yeni texnologiyaya əsaslanan Pladeo adlı cihazlar yaradıb. Bu innovativ cihazın iş prinsipi soyuq atmosfer plazması texnologiyası əsaslanır. Bu texnologiya tərin parçalanmasına səbəb olan və xoşa gəlməz qoxu yaradan bakteriyaları məhv edir. Pladeo gündə 2 dəfə qoltuq altı nahiyəsinə quru dəriyə tətbiq olunur. Cihazla dəri arasında 1 sm məsafə saxlayan silikon araqat sayəsində plazma aktivləşir və aktiv oksigen formaları xaric olur. Bu hissəciklər bakteriyaların hüceyrə divarlarını parçalayır və qoxu molekullarını məhv edir. Proses 1,5-3 dəqiqə davam edir. 19 fərqli ölkədən olan 33 nəfərin iştirak etdiyi klinik sınaqların nəticələrinə görə iştirakçıların 94% əhəmiyyətli qoxu azalması müşahidə etdiklərini bildirib. Cihazın satış qiyməti $249, təxminən 425 manatdır. İlkin sifariş zamanı isə təxminən 254 manat təşkil eləyir. Bəli, artıq bilirsiniz, yeni bir cihaz. Bu dəfə isə yuxunun ritmini və yuxu zamanı bədəninizin ümumi sağlamlıq vəziyyətini nəzarətdə saxlayan cihaz haqqında danışırıq. Gəlin birlikdə baxaq. Yuxu keyfiyyətini artıran ağıllı biləklik. Yuxu mərhələlərini izləmək üçün biləklik təqdim olunub. Dünyaca məşhur texnologiya şirkəti Garmin innovativ məhsulunu təqdim edib. Index Sleep Monitor adlı yuxu izləmə biləkliyi. Bu cihaz biləyə deyil, qolun aşağı hissəsinə taxılır və rahatlığı ilə seçilir. Biləklik yumşaq və nəfəs alan materialdan hazırlanıb. Bu da onun gecə boyu narahatlıq yaratmadan istifadəsini təmin edir. Index Sleep Monitor istifadəçinin yuxu müddəti və mərhələləri, ürək döyüntüsü, qan oksigen səviyyəsi, nəfəs alma və dəri temperaturu kimi mühüm məlumatlarını toplayır. Cihazın çəkisi cəmi 30 qramdan azdır və bir dəfə şarjla 7 günə qədər işləyə bilir. Biləklik Garmin mobil tətbiqi ilə sinxronlaşdırılır və orada fərqli yuxu reytinqi, stress səviyyəsi və digər göstəricilər əks olunur. Bundan əlavə cihazda titrəyişli zəngli saat və təxirə sal funksiyası mövcuddur. Qiyməti 170 ABŞ dolları, yəni təxminən 300 manatdır.
Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.